Salam, etik hakerlik dünyasına xoş gəlmisiniz. Bugün biz sizinlə birlikdə rəqəmsal bir kilidin necə açıldığına, yəni bir kompüter sisteminə addım-addım necə daxil olunduğuna baxacağıq. Gəlin, birbaşa başlayaq. Yəqin ki, filmlərdə görmüsünüz, o yaşıl kodlar ekran boyu necə sürətli axır, amma bilirsiniz, reallıq ondan biraz fərqlidir. Əslində bu iş daha çox bir tapmacanı həll etməyə bənzəyir. Metodik, səbirli və mərhələli bir prosesdir və biz bugün həmin mərhələləri bir-bir izləyəcəyik. Amma bir dəqiqə, gəlin bunu aydınlaşdıraq. Biz burada qeyri-qanuni heç nə etmirik. Bu gördüyünüz Capture the Flag və ya qısaca CTF adlanan bir yarışdır. Hakerlər üçün bir növ idman kimidir. Burada onlar öz bacarıqlarını tamamilə qanuni və nəzarət olunan bir mühitdə sınayırlar. Məqsəd isə rəqəmsal bayraqları ələ keçirməkdir. Yaxşı, indi rəqəmsal detektiv hekayəmizə başlaya bilərik. Deməli, bizə bir şəbəkə verilib və o şəbəkədə sındırmalı olduğumuz bir hədəf var. Gəlin görək, bu rəqəmsal arenada atacağımız ilk addımlar nələr olacaq? Baxın, bir hakerin oyun planı adətən bu 4 sadə mərhələdən ibarət olur. Birincisi, hədəfi tapmaq. İkincisi, onun zəif nöqtəsini, yəni sanki bir açıq qapısını axtarmaq. Üçüncüsü, həmin zəiflikdən istifadə edərək içəri sızmaq. Və nəhayət, dördüncü addım, sistemi tamamilə öz nəzarətinə götürmək. Bu, bizim yol xəritəmizdir. Gəlin ilk tapşırığımızla tanış olaq. Buna bir növ soyğun planı kimi də baxa bilərik. Hədəfimiz ilk baxışdan çox sadə bir veb saytıdır, amma əmin olun ki, dərinliklərində bəzi sirlər gizlədir. Təsəvvür edin ki, böyük bir otaqdayıq və hansı kompüterə hücum edəcəyimizi bilmirik. Ona görə də ARP-scan deyilən bir alətlə bütün şəbəkəni yoxlayırıq. Və budur, çox keçmədən 192.168.1.10 IP ünvanında bir VMware maşını tapırıq. Bəli, bu bizim hədəfimizdir. Yaxşı, hədəfi tapdıq. İndi onun, belə deyək, qapı və pəncərələrini yoxlamalıyıq. Nmap aləti də məhz bu işi görür. Və bizə deyir ki, hədəfin 80-ci portu, yəni web serverə gedən yol taybatay açıqdır. Bu, bizim üçün əla bir giriş nöqtəsidir. Gəlin o qapını döyək. Web saytına girəndə qarşımıza çox sadə bir səhifə çıxır. Amma bilirsiniz, əsl hakkerlər həmişə pərdə arxasına baxmağı sevirlər. Səhifənin mənbə kodunu yoxlayan kimi WordPress Content qovluğunu görürük. Aha, bu, saytın WordPress ilə qurulduğunu göstərən dəqiq bir işarədir. WordPress köhnədirsə, orada tez-tez SQL Injection adlı bir zəifliyə rast gəlmək olar. İndi bu nə deməkdir? Sadə dildə desək, bu, web saytın arxa plandakı verilənlər bazası ilə danışdığı dilə müdaxilə etməkdir. Onu aldadıb, bizə lazım olan məlumatları almağa məcbur etməkdir. Yaxşı, bəs bu zəifliyi necə yoxlayaq? Çox sadə. Web saytın ünvanının sonuna sadəcə bir dırnaq işarəsi əlavə edirik və budur. Qarşımıza çıxan bu xəta mesajı əslində bizim üçün bir qələbədir. Bu, sistemin bizim kiçik manipulyasiyamıza qarşı həssas olduğunu və SQL Injection zəifliyinin mövcudluğunu tam təsdiqləyir. İndi işin ən əyləncəli hissəsinə gəldik. SQL Map adında çox güclü bir alətimiz var. Ona sadəcə o zəif URL-i veririk və o bütün ağır işi bizim üçün özü görür. Bir neçə saniyəyə zəifliyi təsdiqləyir və sistemdəki bütün verilənlər bazalardan adlarını qarşımıza çıxarır. Əlbəttə bizim üçün ən vacib olan WordPress bazası da onların arasındadır. Və bax, bu əsl jackpot anıdır. SQL Map-a deyirik ki, WordPress bazasındakı istifadəçi cədvəlini bizə versin. Və bu alət o qədər güclüdür ki, hətta müdafiə üçün qarışdırılmış, yəni həşlənmiş şifrələri belə bizim üçün sındırır. Nəticə, ekranda istifadəçi adları və onların açıq-aydın parolları. Artıq binanın içindəyik. WordPress panelinə daxil olmaq əladır, amma bu hələ tam qələbə deyil. Biz hələlik sadəcə məhdud səlahiyyətləri olan bir istifadəçiyik. Bizim əsl məqsədimiz isə serverin kralı olmaqdır. Yəni, bütün sistem üzərində tam nəzarəti təmin edən o məşhur root statusunu əldə etmək. Hədəfimiz indi veb saytın məhdudiyyətlərindən kənara çıxmaq və birbaşa serverin özündə əmr sətri, yəni bir terminal əldə etməkdir. Məhz bu, bizə sistemin ürəyinə yol açacaq. WordPress panelində gəzərkən, görürük ki, tema fayllarını redakt etmək imkanımız var. Biz standart 404 xəta səhifəsinin bütün kodunu silirik, yerini isə öz zərərli kodumuzu reverse shell-i yerləşdiririk. Bu kodun məqsədi çox sadədir. Serverin bizə, yəni hakerin kompüterinə zəng edib birbaşa əlaqə qurmasını təmin etmək.
Və zərərli kodu yerləşdirdiyimiz səhifəyə daxil olan kimi, bingo! Hədəf server bizim kompüterimizə qoşulur və bizə birbaşa əmr sətri verir. Artıq sistemin dərinliklərindəyik. Amma hələ də məhdud səlahiyyətlərə malik Apache istifadəçisiyik. Bizə daha çox güc lazımdır. Növbəti ipucunu tapmaq üçün sistem haqqında biraz məlumat toplayırıq. Uname A əmri bizə Linux nüvəsinin versiyasını göstərir. Və bu inanılmazdır. 2009-cu ilə aid çox köhnə bir versiyadır. Təhlükəsizlikdə bu böyük bir qırmızı bayraq deməkdir. Sürətli bir Google axtarış edirik və məlum olur ki, bu köhnə nüvə versiyası üçün səlahiyyəti artırmağa imkan verən hazır bir exploit, yəni istismar kodu var. Həmin kodu serverə yükləyib işə salırıq və bəli, artıq biz sistemin tanrısıyıq. Biz rootuq. İndi isə gəlin fərqli bir maşına, tamamilə fərqli bir tapmacaya keçək. Bu dəfəki yanaşmamız da tamamilə fərqli olacaq. Bu maşında veb saytı yoxlayırıq, amma gözə çarpan heç bir şey yoxdur. Ona görə DIRP aləti ilə gizli qovluq və faylları axtarmağa başlayırıq və test adlı bir səhifə tapırıq. Bu səhifədə isə Local File Inclusion adlanan bir zəiflik var. Sadə dildə desək, bu zəiflik sayəsində biz veb saytı aldadıb, ona serverin istənilən yerindəki faylları bizə göstərməyə məcbur edə bilərik. Məsələn, bütün istifadəçilərin siyahısı olan /etc/password faylını asanlıqla oxuyuruq. Axtarışa davam edirik və bir PHP MyAdmin qovluğuna rast gəlirik. Həmin zəiflikdən istifadə edərək onun konfigurasiya faylını oxuyuruq və inanılmazdır. Faylın içində birbaşa root istifadəçisinin adı, yəni root və şifrəsi root.tor açıq şəkildə yazılıb. Bax, bu bəlkə də ən asan qələbədir. Əldə etdiyimiz istifadəçi adı və şifrə ilə serverə SSH vasitəsilə birbaşa qoşuluruq. Heç bir əlavə istismara, heç bir əziyyətə ehtiyac qalmır. Birbaşa tam nəzarət. Oyun bitdi. Yaxşı, iki maşını sındırdıq. Bəs bütün bunlardan hansı nəticələri çıxarmalıyıq? Çünki bu sadəcə bir oyun deyil, real dünya üçün çox vacib dərslər ehtiva edir. Gəlin bir ümumiləşdirmə aparaq. Birinci hadisədə bütün qapıları köhnəlmiş proqram təminatı açdı. Həm WordPress-in özü, həm də Linux nüvəsi. Buradan çıxan dərs nədir? Çox sadə. Hər şeyi həmişə yeniləyin. İkinci hadisədə isə problem sadəcə səhv konfigurasiya idi. Parolların yazıldığı bir faylın açıqda unudulması. Buradan çıxan dərs, həssas məlumatlarınızı qoruyun və heç vaxt açıqda saxlamayın. Gördüyünüz kimi, ən böyük kiber hücumlar çox vaxt ən sadə səhvlərdən qaynaqlanır. Bu təhlil bizə göstərir ki, kiber təhlükəsizlik mürəkkəb olduğu qədər də əslində təməl prinsiplərə dayanır. Əgər bu cür rəqabət mühitində belə boşluqlar bu qədər asanlıqla tapılırsa, bu hər birimiz üçün ciddi bir xəbərdarlıqdır. Bəlkə də öz rəqəmsal gigiyenanıza bir daha nəzər salmağın vaxtıdır, elə deyilmi?